Sancaq onlayn kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Həcir canlı yayım zamanı maraqlı iddia səsləndirib. O, ərəblərin yeməklərə xüsusi bir maddə əlavə etdiyini və bu insanın toxluq hiss etməsinə şərait yaratdığını deyib. Həmin görüntüləri təqdim edirik. Adam doyur. Düzdür. Valla mən bilmirəm, ərəblər yeməklərindən nə vururlar, ha qardaş. Adam yiyir, adamın ürəyi axır. And ol Allaha. Nə deyim? Ata canı deyirəm, ha, yalan danışmıram. Bax, oturursan, bahalı restoran deyə Dubayda, menüyə baxırsan, seçirsən də yeməkləri. Düzdür, bahalı restoran da var, normal da var, belə də var. Hə, şeylə, çöplə elə atam, çöplə elə. Hə, çöplə elə. Valla Raşi, valla deyirəm ha. Yiyirsən, doymursan onlar bu ərəblərin yeməklərindən. Ona görə tökülürlər də bizim ölkəyə. Belə edirlər. Lop yeyirlər. Qardaş, bunlar kim deyim, mənə dayanmadan şey atırlar. Mən oynamıram sizinlə. İş vakansiyası bizim Hövsan filial. Orxan Rasimoğlu mənə şey atır, Orxan. Buna təzə başlayıblar, mənə pika atmağa. Ay qardaş, mən tiktoker deyiləm, mənə pika atmayın. Sənə SMS niyə gəlmir? Mənə yeni səhifəmdir, görə mənə takip atasınız ki, mənə SMS gəlsin, uşaqlar, belə gəlməyəcək. Mənə izləmirsiniz deyəm, mənə mesaj gəlmir. Mənim nurumu neyinirsən ki, aparıb anavın üzünə sürtərsən, neyinirsən mənim nurumu, Allah sənə kömək olsun. Sizin özünüzdə nur olsun, atanda nur olsun, anava qəşən əl sürtə bilsin. Sən başqa kişinin nurunu neyinirsən? Səsə danışırsınız da. Necə mənim nurumu? Mənim nurum olsa sənə keçməyəcək axı. Mən hazır cavab olacam da, qurban olum. 20 ilin alverçisiyəm mən. Necə olmalıyam? Nə qədər yanımda işçilər var. Hə? Yanımdakı deyir ki, yəni hazır cavabsan, deyirəm Allah verdiyin vergisidir də. Hazır cavab olacam, axı mənə ilişdir. Deyir, sənin üzündə bir qram nur yoxdur. Neysə mənim nurumu? Elə bilir ki, bu öləndə gəlib unsu Fatihəzad oxuyacam, axunuzadam mən. Ay qardaş, mən dindar deyiləm, ay mənim əzizlərim, doğmalarım. Dindar deyiləm, düzdür. Allah qismət eləyib, ziyarətlərdə olmuşam 5-6 dəfə. Amma o demək deyil ki, mən mollayam. Xeyr. Bu məhrəmlikdə, bir gün Aşura gecəsi getdim, bir 30 rükət namaz qıldım. Namaz hər gün qılır da söz yox. Mən də siz kimi bir dəfə getdim məscidə. Hər gün niyə getməliyəm ki, mollazadam mən. Ne düşünürsün, açmadım bunu. Düz deyirsən budur, ha? Vasmoydakı qaraşı tanıyırsan, Vasmoyda qaraşı tanıyırsan. Qaraş kimdir? Qaraş. Nə satır? Nə satır? Nə həzi səni yiyəcəm. Bu
Bu yemək gəlsin də inşallah nə yeyim. Ləvəngim demişəm, bu gəlsin. Cəbrayıllı göy. Tanımıram. Tanımıram valla. Mən Vasimoyda uşaq vaxtı işləmişəm. 6-da oxuyordum, 7-də oxuyordum. 10-11-ci sinifə kimi. Əlimdə pirəşki satırdım, kalkotka satırdım, naski satırdım və belə şeylər. Sonra ayaqqabı polkası da açdım, çəkildim qırağa. Ay ürəyim, arıqlamışsan, hə, 50 kilo arıqlamışım. Biraz da arıqlamalıyım. Qadın ayaqqabıları satırdım Vasimoyda uşaq vaxtı, bəli. Xambulaqdayım. Ay Allah, dünən axşam da cücə yemişəm, bugün də cücə yiyeyim. İstədiyimi yeyə bilmədim, balıq istəyirdim, faril balığı. Baş üstə özümə fikir verəcəm ürəyim. Sən nə istəyirsən? Xambulaqdayım, Xambulaqda, Lənkəranda. Mənə yazıb ki, yayıma baxıram Dubaydasan, ya baxıram Türkiyədəsən, ya baxıram Lənkərandasan. Öpürəm sizi, ürəyim, inşallah siz niyə mənə spam atdınız? Necə arıqladım? Çörək yemirəm ona görə. Çörək az yeyirəm. Bugün yiyəcəm, bugün çox acam. Amma belə çörək yemirəm. Betran, çox sağ olun. Bıçaq göstərmək olmaz ki. Uşaqlar vurun, beni sevzad atın, qoy geçsin. Cəmat bıçaq deyəndə ki, ət doğrayır canlı yayımda, tiktokerlər falan.